Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün yeni vloga başlayıram ve keto diyetimin ikinci günüdür. Deməli, burada səhər yeməyini yiyirəm. Saat 9-dan 11-ə qədər yeyə bilərsiniz. Hal-hazırda saat 9-dur. Çox acmışam. Burada deməli kahı var. Dünən axşamdan bişirmişdim. Deməli, burada haşlanmış brokoli var. Brokolini qəşəngcənə qaynatdım. Ondan sonra əzdim. Üzərinə yumurta əlavə elədim və qızartdım. Çox ləzzətli alınır. Və bununla bitmir. Greçeski yoğurt da üzərinə bir damca əlavə elədim. Çox möhtəşəm bir ləzzət alınır. Greçeski yoğurt sadəcə fikir verin ki, tərkibində uqlevod çox olmasın. 3 qramdan 7 qrama qədər olmalıdır. Mənim aldığım greçeski yoğurt isə hardasa 2,8 qram uqlevod var idi. Deməli, yaşıl çayla səhər yeməyimi yeyəcəm. Yəni, hər kəsə nuş olsun. Göz haqqınızı halal eləyin. Çayımı da süzdüm. İndi əsas yeməyimi götürüm. Gedim, yiyeyim. Çox acım, dəhşət acım. Bu mənim günorta yeməyim idi. Brokolini də həm bişirmişdim, həm də qızartmışdım. Üstünə greçeski yoğurt əlavə eləmişdim. Çox ləzzətli alınırdı. Çıxdım, biraz gəzdim. Daha sonra getdim marketdən biraz alış-verişlər elədim. Bu isə aldıqlarım. Deməli, alış-verişləri elədim. Keto diyetim üçün. Əsas odur ki, kahı aldım özüm üçün. Deməli, nələr aldım? Gəlin bir yerdə baxaq. Mütləqdir ki, keto diyetində yumurta olmalıdır. 1 manat 90 qəpiyə aldım. Ay, pomidorlar tökülüb. Deməli, mən bu çeri pomidorlarını çox bəyənirəm. Çox ləzzətlidirlər. Qiyməti də 3 manat 49 qəpik. Baxın, greçeski yoğurt olar. Sadəcə baxmalısınız ki, bunun tərkibində nə qədər uqlevod var. Baxın, burada yazılıb 2,8. Yəni, bu azdır. Ona görə olar. Bir də mütləq ki, zeytun aldım və kahı olmazsa olmazı. Bu da 55 qəpik elədi. Ümumilikdə 11 manat tutdu, yəni. Bu da mənim səhər yeməyim. Qəşəngcənə indi oturdum, bunları yiyəcəm, yəni hər kəsə nuş olsun. Burada üzərində greçeski yoğurtdur, 2 dənə soyulmuş yumurta, biraz zeytun əlavə elədim, bol kahı və çeri pomidor. Bu da mənim səhər yeməyim. Günortaya yemək hazırlayıram, deməli kahı əlavə eləyirəm. Daha sonra çeri pomidor, mütləq zeytun. Burada toyuq qızartmışam və burada greçeski yoğurt var. Bir də yumurta ilə bir yerdə qızartmışam. Bunları da əlavə eləyirəm. Ən sonda isə greçeski yoğurt yenə əlavə eləyirəm. 2% olan. Burada qalan bütün greçeski yoğurtu əlavə eləyəcəm ki, salatımız daha dadlı olsun. Və bunları qəşəngcənə bol-bol qarışdırıram. Bu isə olacaq mənim günorta yeməyim. Bu arada bugün kriolipolis proseduruna gedəcəm və yeməyi belə salat eləyib özümlə aparacağım. Saat 3-də artıq naharımı eləyəcəm. Bu da mənim salatım. Deməli, kriol proseduruna gəldim və artıq düşürəm. Krio proseduru və bu diyet mənə suyu sevdirdi həqiqətən də. Suyu demək olar ki, yada düşməyən insan oldum, suyu çox sevən insan. Və krio prosedurundan çıxdım. 4-cü seansda qalıb 2 dənə. İnanırsınız ki, özümə baxıram deyə o qədər çox xoşbəxtəm ki, həm krio proseduruna gəlirəm, həm termo yorğana əlavə olaraq pulsuz olduğu üçün yazılmışam, amma termo yorğana hər dəfə nədənsə alınmır. Krio prosedurundan çıxandan sonra özümə araxis aldım. Əslində araxis keto diyetində olmaz. Daha sonra yeməyimi yedim və üzümə lazerə gəldim. Keto diyetamın 3-cü günü səhər-səhər 2 dənə yumurta qızardıram, çay isidirəm. Bu da olacaq mənim səhər yeməyim. Hardasa saat 10-a işləyibdir. İnansız hələ də ac deyiləm. Yaxşı ki, belə hiss edirəm. Çünki normalda mən saat 7-də artıq səhər duranda çox ac olurdum. Belə. İlk 3 gün biraz çətin ola bilər, amma sonralar məncə insan öyrəşir artıq.
Mən artıq 65 kilo 600-dən düşmüşəm 58 kiloya ki, bu da məni çox motivasiya edir. Keto diyet zamanı daha tez atdım. Keto diyet zamanı 60 kilo 600-dən mən düşdüm 58 kiloya. Düzü mən bu ərafələrdə ketonu elə oldu ki, pozdum, şirniyyat da yedim, amma buna baxmayaraq yenə də yaxşı düşünürəm nəticə. 58 kilo olana qədər keto dietanı tutacağam. Daha sonra isə normal arıqlamağa keçəcəm. Mən əlavə olaraq evdə idman da eləyirəm. Bir dənə YouTube kanalında Leslie idmanını yazırsınız. Orada həm 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, hətta 40 və 1 saatlıq idmanlar olur. Sizə necə rahatdırsa onu seçib idman eləyə bilərsiniz. Necə oldu ki, mən keto dietinə gəldim. İş yoldaşım qız keto diyeti sayəsində çox gözəl bir nəticə görübdü. Mən də həvəsləndim, dedim mən də elə keto diyeti ilə arıqlayım. Keto diyeti zamanı əsas odur ki, karbohidratları siz minimuma endirməlisiniz. Hətta deyərdim ki, yeməməlisiniz. Daha çox yağlı şeylər yeməlisiniz. Məsələn, zeytun olsun, yağlı pendir olsun, qaymaq olsun, çörəkdir, bulkadır. Bunları çıxartmaq lazımdır. Daha sonra şirniyyatları tamamilə siz çıxartmalısınız bu diyet zamanı. Mən isə elə oldu ki, şirniyyatı yedim, ona görə nəticəm biraz yubandı və elə oldu ki, shorts videoları da çəkib paylaşdırdım, amma bəzi günlərdə paylaşmırdım. Səbəbi isə keto diyeti pozduğum üçün idi. Ən çox tərəvəzlər də mütləq əlavə eləyin. Çalışın ki, pomidoru çox da yeməyin, çünki onda da elə biraz keto diyet pozulmuş olur. Mütləq və mütləq şəkildə çoxlu su tükətmək lazımdır. Minimum 2 litr su içmək lazımdır. Bu həm arıqlamağa, həm də metabolizmaya, üz dərinin gözəlliyinə çox və çox gözəl kömək edir. Son zamanlar hava çox pis keçir, amma elə oldu ki, hava qəşəng keçdi. Həmin ərəfələrdə də çoxlu gəzdim və elə o gəzməkdə mənə çox kömək elədi. İstəyirəm ki, əslində artıq 47-48 kiloya düşüm, çünki mənim boyum o qədər də uzun deyil. Bu kiloda isə özümü çox rahat və sərbəst hiss edirəm və düşünürəm ki, boyuma görə yaxşı olar. Boyum isə 1.58-1.59-dur. Keto diyeti zamanı məsəl üçün dediyimiz kimi karbohidrat istifadə eləmək olmaz. Buna aiddir kartoşka. Məsəl üçün mən kartofu çox sevirəm həqiqətən də və kartof yeyə bilmirəm deyə özümü çox xoşbəxt hiss eləmirəm. Hətta şirniyyat sevdası olan bir insan keto diyeti zamanı şirniyyatı da sevdasını azalda bilər. Məsəl üçün mən əvvəlki dərəcədə şirniyyatı yemək istəmirəm. Düzü arada istəyirəm. Elə oldu ki, başım fırlandı. İlk 3 günü biraz çətin olur. Amma o ilk 3 günü biraz keçirdikdən sonra keto diyeti rahat olur. Ona görə də belə. Deməli, bu mənim günorta yeməyim. Bu hissəsində dünəndən qalmışdı toyuq. Dedim, soğanla qəşəngcənə qızardım. Həm də belə daha ləzzətli olur. Burada da bir dənə yumurta qızartmasıdır. Bu da olacaq mənim günorta yeməyim. Kaxı da əlavə edəcəm. Belə. Daha ətraflı kilom nə qədər gedir və sairə short videolarımda sizlər üçün çəkib paylaşırım gündəlik olaraq. Mən bu diyeti tutarkən həm də ki biraz pozdum arada, amma eybi yox, yenə də nəticəsini görürəm. Ümumiyyətlə keto diyetini saxlayarkən çoxlu tərəvəz yeməlisiniz, yağ tükətməlisiniz. Yağ deyərkən faydalı yağlar nəzərdə tutulur. Bu isə mənim səhər yeməyimdir. Ümumiyyətlə yumurtanı çox sevirəm və həmən günü səhər yeməyimi etdikdən sonra çıxdım gəzməyə. Hava o qədər gözəl idi ki, həmin ərafə mən məzuniyyətdə idim bir həftə və bir həftədə hava möhtəşəm keçirdi. Sanki yay gəlmişdi. Düzü artıq may ayıdır, amma arada elə olur ki, yağışlar yağır və belə gözəlcənə işimi həll etdikdən sonra növbəti günü də mən gəldim səhər yeməyimə və səhər yeməyi də sifariş eləmək istəyəndə düşündüm ki, bir nəfərə nə almaq olar və özümə qəşəngcə çay götürdüm. Çayın yanında isə yumurta götürdüm və yanında şor var idi. Ümumilikdə çox da baha tutmadı. Hardasa 10 manat neçəsə qəpik tutdu. Ləzzətli idi, həm də doyumlu idi. Biraz oturdum, telefonumun zaryadkası da bitmişdi. Kakraz oturdum, elə telefonumu da zaryadkaya qoydum. Daha sonra yenə gəzdim və bu mənzərənin gözəlliyinə baxın, çox bayıldım bu mənzərəyə. Daha sonra evə gəldikdən sonra evdə mamam gördüm ki, toyuq qızartmasını eləyibdi. Mən də onu yedim, nuş elədim və getdim özümə səhərsi günü alış-verişlər eləməyə. Çox sevirəm çiyələyi, endirimə düşmüşdü. Dedim ki, alım elə bir dəfəlik və səhər yeməyini də belə qəşəng hazırladım, nuş elədim. Bu da mənim keto diyetamın 7-ci günün səhər yeməyidir. Ürəyim çoxlu
tərəvəz falan istədi, meyvə əsasən də. Ona görə dedim ki, çiyələk və alın çay yeyəcəm. Burada isə yumurta qızardılmış və üzərinə pendir əlavə elədim. Bir də mütləq yanında su. Nuş olsun hər kəsə, mənə də nuş olsun. Bəli, elə ancaq gəzib yediyim yeməkləri göstərməyəcəm ki, həm də ki sizlərə düşündüm ki, elə mağazaları gəzim və çəkim. Bu şortikə bayıldım, çox gözəl idi. Rəngi gördüyünüzdən daha da gözəl idi realda. Elə şortik bu tip yubqaları çox bəyənirəm. Sadəcə təəssüf ki, mən bu ölkədə rahatlıqla belə bir geyimləri geyinə bilmərəm. Məsəl üçün, xarici ölkəyə getsəm, rahatlıqla məncə geyinə bilərəm. Daha sonra çoxlu rəfiqəmlə görüşmüşdük həmin günü, həm də ki gəzdik. Hava o qədər gözəl idi ki, axşam saat neçə olmağına baxmayaraq biz hər zaman gəzirik. Ümid edirəm bu videomu da bəyəndiniz. Düşünürəm ki, faydalı bir vlog oldu. Ona görə siz də mənə abunə olun, rəy yazın, dəstək olun. Nə qədər çox dəstək olsanız, bir o qədər də çox motivasiya oluram. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.